Salamlar qızlar, xoş gördük hər birinizi. Mən atma çay xoşladığım üçün, yəni dəmləmə çay olanda, çünki 1-2 stəkan içirəm, yəni qalır orada, bayatlayır. Mən də belə bir qərara gəldim ki, Berqanın paşka çaylarını alım, belə döküm boşqabın içinə və özüm evdə atma çayı hazırlayayım. Bunun üçün də getdim 1 manatlıq yerdən, deməli almışam bunu 1 manat 30 qəpiyə. İçində də var 100 dənə. Karoçe bunların içini dolduracağım çaylardan və buradan düyünləyəcəm belə. Olacaq mənim atma çaylarım. Çünki dəmləmə çayda orada yarpaqlar çayın üstündə qalır və yaxud içində qalır deyə içə bilmirəm, xoşum gəlmir. Ona görə də qərar verdim ki, özümə atma çay hazırlayayım. Kızlar, burada məndə doğranmış, qurudulmuş mandalin qabıqları var və bu çayın içine bunlardan da bir 3-4 dənə atacağım ki dadı qəşəng olsun. Bunları deməli qabıqları soyandan sonra qəşəng doğramışam, qoymuşam parçanın üstünə, quruyub. Bunları da bunun üstünə qoyuram qəşəng ki dadı çıxsın. Buraya yəni ürəyiniz nə istəyir, istifadə edə bilərsiniz də. Məsələn, gül ləçəkləri çayla bir yerdə qəşəng gedir. Bu da belə. Meyvə qurları da qoymaq olar. Yəni kimin ürəyi necə istəyir, eləyə bilər. Əsas odur, yəni öz əlimizdən çıxır. Ay, bunun elə qəşəngi var, bir dənə baxın.